21 min manat, bəli. 21 min verirsən, sənə Sultepe Çiçək qəsəbəsində bir dənə sənə şəxsi tikili, həyəti çox geniş olan, həyətində setkasına qədər var. Prosta biraz əl gəzdirməlisən. Həyətə indi ot-çat basıb, maqaşa düzəldirsən, həyətin bacın marşruta 50 metr məsafədədir. Yeri gözəl, evin özü normal. İstəyə uyğun, olsa tam təmirli evdir, belə orta təmirli evdir, istəyə uyğun təmir də eləyə bilər, bəzi işlərini də görə bilər. Yes, istəyir. Bu mətbəx bölməsində bəzi əşyalar qalacaq. Buradan da gəldi, bir dənə də burada geniş yataq otağıdır. Ölçüləri yaxşıdır. Pəncərə raşitkalarına qədər var. 21 min manat verəcəksən, ümumi qiymət düşəcək sənə 36 min manata. Hamam sanzeli bütün aksesuarlar qoyulub. Bu otağa nə lazımdır? Bura bir dənə böyük zalıdır. Bura bir dənə aboy lazımdır. Yəni kim alsa özü də vura bilər, evin yəsləri özüm də vura bilərəm. Nəqd eləsin amma 34 min manata. İstəsin əgər, evin yəsliyi ki, tam təmir eləyib verirəm, 2000 də atsın üstünə, 21 min ödənişlər də tam təmir eləyib verir, 38 minə, beləcə də 36 minə. Sən necə xoşsa eləyə bilərsən, əlaqə saxlayın, yoluna qoyağın, yerin ünvanı haqqında da tam məlumat verim sizə. Hökumət dairəsindən qalxdıq, Xocasən binalarına tərəf. Sağ ol.